İsmail Şıxlı, Cərimə, hekayə. Səhər tezdən qapıları döyüb gülə-gülə qəzet paylayan oğlan bu dəfə Arifi şübhə və təəccüblə süzdü. Jurnalı və qəzeti verdikdən sonra əlindəki dəftərçəni irəli uzadıb qol çəkin dedi və ağzı bağlı bir zərfi ona verib uzaqlaşdı. Arif qapının arasından süzülən işığın qılınc kimi kəskin zolağında aydın görünən zərfi açdı. Hərflər ekrana düşmüş rəqəmlər kimi aydınlaşıb böyüdü. Bu gün 1949-cu il mart ayının 5-də səhər saat 10-da məhkəmə icraçısının yanında olmalısınız. Əks təqdirdə inzibati tədbir görüləcəkdir. Kağızı bir neçə dəfə o üz bu üzə çevirib yazıları təkrar-təkrar oxusa da bir şey başa düşə bilmədi. Mətbəxdə xörək bişirən ev sahibəsinin şübhəsini artırmamaq üçün tələsk otağa keçdi. Bütün planları pozulub fikri alt-üst oldu. O bugün evdən çıxmamağı, axşamacan lap elə gecə yarıyacan oturub sabahçı imtahanı hazırlaşmağı qərar almışdı. Fikrindən dönmək istəmədi. Stəkandakı yarımçıq çayını içdi. Köynəyini əyninə keçirdi. Kitabı qabağına çəkib kağız qələm götürdü. Ancaq 5 dəqiqə keçməmiş hiss etdi ki, gözü kitabın sətirlərində olsa da fikri məhkəmədədir. Əks təqdirdə inzibati tədbir görüləcək. Axı mənim məhkəmədə nə işim var? Əlacı kəsildi. Paltarını tələm-tələsik geyinib bayıra çıxdı. Havanın soyuqluğundanmı, yoxsa həyəcanlandığındanmı, nədənsə üşürgələndi. Pencəyinin yaxasını düymələyib sürətini artırdı. Son günlər haralarda olduğunu, kimlərlə oturub durduğunu bir-bir yadına saldı. Kitabxanalardan başqa heç yerə getməmişdi. Tramvaydan gedə-gedə atlanmamışdı. Küçə hərəkət qaydalarını pozmamış, restorana getməmişdi. Dalaşmaqla da arası uşaqlıqdan yox idi. Bəs onda günahı nə idi? Məktubda yazılan ünvanı tapdı. Qaranlıq dəhlizdən keçib lazım olan otağın qapısı ağzında dayandı. İçəri girməzdən əvvəl üst başını yoxladı. Əlini daraqlayıb saçını bir neçə dəfə gerilədi. Hərəkətlərinə sərtlik və cəsarət verib qapını açdı. Olar? İri yazı masasının arxasında oturub toz basmış qovluqları araşdıran kişi başını qaldırmadan gözünün altından sərt-sərt Arifə baxdı. Qapını açandan sonra icazə istəməzlər. Məni siz özünüz çağırmısınız? Əlindəki kağızı irəli uzatdı. Kişi qovluqları kənarı itələyib qolu ilə masanın üstündəki şüşənin tozunu sildi və qələmi mürəkkəbə batırıb nə isə qol çəkəcəkmiş kimi hazır dayandı. Verin görüm. Arif çağırış vərəqəsini verdi. O heç nə soruşmadan kağızı aldı, qovluqlardan birini götürüb saralmış vərəqləri xeyli çevirdi. Axtardığını tapdıqdan sonra əlindəki göndərişi qovluğa yapışdırdı. Qələmi bu dəfə qırmızı mürəkkəbə batırıb solaxayı qeydlər etdi və yenə başını qaldırmadan dilləndi. 100 manat verməlisiniz. Nə üçün? Şahidlikdən imtina etdiyinizə görə məhkəmənin qərarı ilə cərimə olunmusunuz. Nə şahidlik? Bilmirəm, zəhmət olmasa qol çəki və cəriməni ödəyin. Arif indi onun sifətindəki dənə bir çopurları, qonur gözlərindəki sakit, ancaq amirana baxışlarını, öz qələbəsinə əmin olan bir adama məxsus istehzalı təbəssüm oynayan dodaqlarını və papiros tüstüsündən şabaldı rəngə çalan bığlarını aydın gördü. Kişi Arifin özünü itirdiyindən elə bil həzz alırdı. Heç bir qəpik də verməyəcəm. Verəcəksiniz. Cinayətin üstünü bastırdığınız yetmir. Şahidi cəzalandırırsınız. Yoldaş, bu təhqirə görə daha ağır cəza ala bilərsiniz. Dediklərinizə məsul olun. Arif daha nəsə demək istədi. Bir-iki dəfə hulqumu qalxıb endi. Kişi isə sakitcə dayanıb gözünü ondan çəkmədi. Cəriməni verəcəksinizmi? Dedim ki, yox. İcraçı kağızları yenidən qovluğa qoydu, sakitcə nə isə yazdı və Arifin üzünə gülümsündü. Xoş gəldiniz. Cavan oğlan, gedə bilərsiniz. Onun bu sakit və istehzalı sözləri Arifi daha da əsəbiləşdirdi. Qapını çırpıb bayıra çıxdı. Onun bayaqdan üşürgələnən bədəni o tutub yanırdı. Deyəsən, qızarıb pörtmüşdü. Yoxsa qarşısından ötənlər ona elə təəccüblə baxmazlar. Dəsmalını çıxarıb üzünü, boynunu sildi, yaxasını açdı. Özü də hiss etmədən gəlib sahilə çıxdı. Dəniz tərəfdən əsən külək, ləpələrin şırıltısı, lövbər atıb dayanmış gəmilərdən gələn musiqi sədaları Arifi yavaş-yavaş özünə gətirdi. Elə bil onun bədəni soyudu. Əlini cibinə atdı. Papiros olsaydı, ciyərlərini körük kimi qabardıb tüstü ilə doldurardı. Skamyaların birində oturdu. Qonşu skamyada oturan oğlandan qızın yanında papiros istəməyə üzü gəlmədi. Arifin elə uşaqlıqdan adamın üzünə durub şikayət etməkdən xoşu gəlməzdi. Yoldaşlarından biri ona toxunsa müəllimə xəbər verməz, özü başa salmağa çalışardı.
Elə böyüyəndə də bu xasiyyətini tərk etmədi. Amma bu dəfə məcbur olmuşdu. Əslinə baxsan aspirant yoldaşının dilinin bəlasına düşmüşdü. Əli onu da özündə işə salmışdı. Kinodan çıxmışdılar, gördükləri film haqqında mübahisə edə izdihamlı küçə ilə irəliləyirdilər. Adamların əlindən tərpənmək olmurdu. Həm may ayının ilıq nəfəsi insanları küçələrə səpələmişdi, həm də axşam növbəsində oxuyanlar dərslərini qurtarmışdılar. Keçiddə ayaq saxladılar. Maşınlar dayandığından tələbələr qatarlaşıb o biri səkiyə adlayırdılar. Birdən uşaqların arasına çaxnaşma düşdü. Kimsə qışqırdı. Təkər qıcırtısından tükürpəşdi. Adamlar özünə gəlməmiş qara rəngli köhnə bir zim maşını güllə kimi ötüb tini buruldu və qaranlıq döngədə gözdən itdi. Ancaq onun arxasında görünən işıq və 55-55 nömrəsi Arifin gözündən yayınmadı. Uşaqlar küçənin ortasına uzanmış qızı qaldırmaq istədilər. Mümkün olmadı. Onu qolları üstə alıb kənara çəkdilər. Kimsə telefon budkasına yüyürdü. Azacıq keçməmiş təcil yardım gəldi. Huşsuz qızı yoldaşlarının müşayiəti ilə xəstəxanaya apardılar. Qız yola salındıqdan sonra özlərinə gələn tələbələr maşını əldən buraxdıqlarına heyfsiləndilər. Harda olsa onu tapacaqlarına and içdilər. Maşının nömrəsini onlar da yadda saxlamışdılar. Bütün gecəni narahat yatan Arif ertəsi günü institutda tez gəldi. Axşam maşını vurduğu qızdan bir xəbər tutmaq məqsədi ilə komsomol komitəsinə getdi. Arif içəri girən kimi Əli sözünə ara verib, ikimiz də bir yerdəydik. Hər şey gözümüzün qabağında oldu, deyə sözünü yekunlaşdırdı. Arif Əlinin dediklərini təsdiq etdi. Söhbət qurtarandan xeyli sonra otaqda oturub deyilənlərə qulaq asan bir oğlan Əliyə yaxınlaşdı. Zəhmət olmasa bunu oxuyub qol çəkin. Əli rəsmi vərəqədə yazılanları ötəri gözdən keçirib təəccüblə soruşdu. Siz kimsiniz? Oğlan qalstukunu düzəltdi. Dəri qovluğu qoltuğuna daha möhkəm sıxıb özünü təqdim etdi. Mən müstəntiqəm. Hər bir vətəndaş canilərlə mübarizə aparmaqda rəsmi təşkilatlara kömək etməlidir. Bir də bu mənim ilk instinktaq işimdir. Yenicə fəaliyyətə başlayan müstəntiqə kömək etməkdən boyun qaçırmayın. Mənim vaxtım yoxdur. Cinayət məcəlləsinin filan maddəsinə görə cinayəti görüb üstünü açmayanlar cəzalanırlar, eləmi? Deyə Əli onun sözünü kəsdi. Bəli, özünüz savadlı adamsınız. Hər şeyi bilirsiniz. Yaxşı olar ki, qol çəkəsiniz. Əli qızardı. Başını tərpədib hamının görəcəyi tərzdə dilini çıxartdı və dodaqaltı deyindi. Səni dilim olasan dilim və kağıza qol çəkdi. Müstəntiq Əlinin ifadə vərəqəsinə diqqətlə baxıb gülümsündükdən sonra eyni rəsmi əda ilə Arifə yaxınlaşdı. Elə bilirəm yoldaşınızın dediklərini təsdiqdən boyun qaçırmazsınız. Arif mübahisəni yersiz hesab etdiyindən dinməz söyləməz kağıza qol çəkdi. Bir aydan sonra onları məhkəməyə çağırdılar. 2 saat gözləmə otağında saxladılar. Günortaya yaxın katibi hakimin əvəzindən üzr istəyib dedi ki, bu gün məhkəmə olmayacaq, başqa vaxt sizi çağıracaq. Bu hadisədən xeyli keçdi. Xoşbəxtlikdə maşın vuran qız sağaldı. Ya imtahanlarını da verdi. Şahidlər də arxayınca istirahətə getdilər. Arif ürəyində sevindi ki, elə yaxşı oldu, qız da sağaldı, maşındaşılar da cəzalanmadılar. Bizi də get-gələ salmadılar. Deyəsən, hər şey unuduldu. Ancaq Arifin gözlədiyinin əksinə çənli çiskinli bir payız günü onları yenidən məhkəməyə çağırdılar. Şahidlər nəmlənmiş paltarda, deyilən vaxtda, deyilən yerdə oldular. Makinada nə isə döyəcləyən və ara bir balaca güzgüdə özünə baxıb, qaş gözünə sığal verən qız gələnləri gözaltı süzdü. Arif bu baxışdakı istehsanı duysa da mənasını başa düşmədi. Saçını qrov kimi qonmuş narın yağış damlalarını əli ilə quruladı. Hakimə deyin ki, gəlmişik. Lazım olsa öz çağırar. Axı, çox gözləməyə vaxtımız yoxdur. Gözümüz aydın. Sizə kim demişdi ki, şahid olun? Onu düz deyirsən, bacı, dilimizin bəlasına düşmüşük. Otağa sükut çöktü. Katibə makinanı daha hirçli döyəsləməyə başladı. Divar saatı danqıldayanda Arif ayağa durdu. Katibədən icazə almadan hakimin otağına keçdi. Biz çox mu gözləyəcəyik? Sizi nə üçün çağırıblar? Şahidliyə görə. Hə, o maşın məsələsi. Hakim stəkandakı çayın son qurtumunu arxayınca içdi. Cibindən qat kəsmiş ağ dəsmal çıxartdı. Ağzını ehmalca sildi. Bu gün də iclas olmayacaq. Nə üçün? Çünki düzgün ifadə vermirsiniz. Biz dəqiqləşdirmişik ki, qızı zim yox, pobeda vurub. Görən mənəm yoxsa siz? Yəqin pis görmüsünüz. Arif institutda söylənənlərin həqiqətə oxşadığını yəqin etdi. Ona demişlər ki, qızı maşınla vuranlar pul veriblər ki, ifadəni dəyişsinlər. Arif hakimə yaxınlaşdı. Onunla məsləhətləşəcəkmiş kimi aşağı əyildi. Qızı zim vurub.
Ancaq deyəsən sizə pobeda xeyirlidir. Sədr yerindən dik atıldı. Bu nə deməkdir? Bu o deməkdir ki, qurtarın alverinizi və bizi az incidin. Həddini bil. Ədalət məhkəməsini təhqir eləmə. Tüpürüm sənin kimisin ədalətinə. Qapının çırpılmasına katibə dik atıldı. Arifin arxasınca əldə küçəyə güllə kimi çıxdı. Dəniz sahilində oturub bütün bunları xatırlayan Arif yenidən papiros çəkmək istədi. Əlini cibinə atdı və başa düşdü ki, çəkmək bir şey yoxdur. Ayağa durdu. İnstituta yollandı. İçəri girəndə yoldaşları xəbər verdilər ki, bu gün təqaüd günüdür. Arif kassaya çatanacan alacağı pulu, borclarını, yeni çıxan kitabların dəyərini hesabladı. Kassanın önündə adam azdı. Çox gözləməli olmadı. Cədvələ qol çəkdi. Kassadan uzaqlaşmamış pulunu saydı və təəccüblə kasserin üzünə baxdı. 100 manat çatmır. Cəriməni tutmuşam.